Bu tipdə sual izahlarına baxaraq sən də imtahanda maksimum nəticə əldə edə bilərsən. Müəyyən miqdar qlikozanın parçalanması nəticəsində oksigenin mərhələdə əmələ gələn ATF sintezə kanalından keçən hidrogenin kationunun sayı A, su molekullarının sayı X-dir. Glikoliz mərhələsində əmələ gələn ATF molekullarının sayı B, su molekullarının sayı isə Y-dir. X minus Y-in fərqini bizə 80 verib. Əgər 80 olarsa, A minus B-nin fərqini hesablayın. Deməli, biz bilirik ki, normalda oksigenli mərhələdə ATF sintezə kanalından keçən hidrogen kationunun sayı 24-dir. Və bu zaman oksigenli mərhələdə əmələ gələn su molekulunun sayı da 42 olur. Qlikoliz mərhələsində ATF molekulu bizdə 2 mol yaranır, yəni 2 mol ATF əmələ gəlir. Su molekulunun sayı da 2 mol olur, yəni 2 mol su əmələ gəlir. Normalda X minus Y-in fərqi bizdə, yəni 42-dən 2 çıxıram, edir 40. Yəni normalda bu fərq 40-dır. Və bu fərq 40 olduğu zaman A minus B fərqi də 24-dən 2 çıxıram, 22 eləyir. Bəs yaxşı, 40-da 22 idisə, bəs 80 olanda nə qədər olacaq? X bərabərdir. 40-ı 2-yə vuranda 80 eləyirsə, 22-ni də 2-yə vuracam və tapacam ki, bu fərqim 44-ə bərabərdir. Deməli, düzgün cavabımız 44-dür.